Bunları seviyorum. Bu günləri Furqan bizi, Beşiktaşlı Furqan bizi gətirir. Misirə gözəl bir yemək yeməyə. Özdə hara ətsə bizi balıq yeməyə gətirir. Deyir ki, Misir balıqları dənizi, qırmızı dəniz zəngindir və necə deyərlər, dəniz yeməkləri ilə də boldur. Onun görə okeana çıxacağı var, birləşəcəyi yer var deyə. Çünki düğünləri Furqan artıq böyük 16 yaşı var, 17 olacaq və bildiyiniz kimi Beşiktaşda 16'da oynayır, 17 hazırlıq oyunları başlayacaq, artıq oyunları da başlamaya az qalır və bu günləri gəlib Misirə və inanıram ki, Furqan gələcəkdə öz dədəsinin getdiyi yollarla gedib Azərbaycanın 3 rəngli bayrağını və bir dənə də Furqanda əlavə bir yük var ki, Türkiyənin ay yıldızlı bayrağını dünyada, Avropada və bütün qitələrdə dalğalandıracaq və o marşla addımlamağa davam edəcək. Furqana bir nə arzu edirik? Bir ata olaraq, dədə olaraq Furqana arzu etdiyim odur ki, hər zaman tutduğu yoldan dönməsin, mübarizə aparsın və uğuru əldə etsin. Çünki mübarizənin sonunda uğur var, uğurun başladığı yerdə şəxsiyyət var, kimlik var və özünə inam var. Mən inanıram ki, Furqanda bunlar var. Çünki olmasaydı uşaq yaşından Türkiyədə yaşayaraq və bu futbola addım atmazdı. Bildiyiniz kimi Furqan 8 yaşından, biraz da küçük yaşlarından artıq Türkiyə, Beşiktaşda oynamağa gəldi. Furqan ondan qabaq Qarabağın akademiyasında oynayırdı. Ancaq bu günləri artıq Furqan Beşiktaşın U16 əsas heyətində yer alır və oynayır və oyunu da davam edir. 17'ye addım atacaq. Ayın 20'sində artıq məşqləri başlayacaq. Onun üçün məni dəvət etdi ki, gəl Misirdə bir balıq ye. Mən də bilet aldım həmən Furqanın yanına uçaraq və Furqan burada dostlarıyla öz, necə deyərlər, futbolun demək olar ki, davam etdirib. Biz də gəldik ki, Furqanla dəniz kənarında bir balıq yeyək. Çünki bura bildiyiniz kimi qədim Osmanlı torpaqları olub. Söz yox, Misir tarixi də böyük bir onlara gedib çatır. Ancaq tarixdə göstərir ki, dəfələrlə Osmanlı öz ərazi bütövlüyündə Misiri qorumuşdur. Ona görə də bu günləri bizə doğma torpaqdır, müsəlman torpağıdır və Türkün yurdu olan bir məkandır. Ona görə Furqan sənə uğurlar arzu edirik və bu tutduğun yolda kişisən və axıra qədər kişi olub öz ölkənin və qardaş ölkə olan Türkiyənin bayrağını hər zaman üstün tutacaqsan. Sənə uğurlar.